Bu sonradan mən gəldim elə bu Azərbaycana, qıraq ölkələrdən. Orada mənim bir hadisəm oldu. Həmin hadisədən sonra oradan çıxası oldu. Elə bir hadisə idi ki, artıq orada elə bil ki, çıxılmaz vəziyyət idi da, belə deyək. Mən ya orada elə bir sözümü deyib çıxmalıydım, ya da oralarda məhv olmalıydım. Bu aləmdə də belə bir şey var ki, gərək bu addımı atıbsansa, geri atmayasan. Yəni, axıra qədər gedəsən. Yəni, ölümün gözünün içərisində düz baxa-baxa yaşayırdıq da. Yəni, mən Liboy verməyəm, mən bilirdim ki, misal üçün, mənim Liboy bir məsələdə, yəni, mən üstü qurujondur, gəlmişəmsə, qabağımdakı da üstü qurujondur, o da məni ata bilər. Sadəcə olaraq, burada, misal üçün, ağıl işlətmək lazımdır, danışıqda bir balaca söhbətdə elə olmaq lazımdır ki, başa düşürsən, məqam. Yəni, başını sağ götürüb böyünə gətirə bilərsən, fikirləşərsən cənazından ki, ölümdə anam atam gözləyir məni, ölümdə gözləyənim var. Cibimizdə də həmişə belə deyim də, narkotik vasitə olur, nə işə? Narkotik həyatımın elə bir hissəsi idi. Misal üçün, mən harası söhbətə gedirik, eləmi? Biz fikirləşirdik ki, misal üçün, ağam, getdik, trezv başa, misal üçün, söhbətimizi elədik, oradan çıxan kimi bir başına hər şeyi yandırıb çıxmalıydı. Yəni, patkayfım mən gelib söhbət eləyə bilməzdim, onu bizə də ən azından şey eləyə bilərdilər, bilirsən, nə tək ki, yəni ki, kayfda gəlibsən söhbətə, kayfda söhbət verəm. Eləcə oradan çıxmağını fikirləşirdim, bildin mi, nə təli? 2 ay çıxan kimi maşın içində bir baş şey bastı görək, başımız, beynimiz açılsın. Sonradan amma bu, həm qabaqlar elə bil, biz həmin periodlarda biz gəldik, elədik buralara, sonradan kakos-makos çıxdı, biz Geranizanın vaxtında Geraniza çəkirdik, eləyirdik. Gəldim buraya, normaldə pulla gəlmişdim Azərbaycana, karıcı. Gəldim buraya, gəldim burada, bu, dedilər kakos çıxıb, patı çıxıb, nə bilim. Birinin dadına baxdım, doymadım, ikincisinin dadına baxdım, doymadım. Bunlar məni, bilirsən, nətər, elə bir ki, o liderliyi ömrü boyu xoşlamışam, ömrü boyu adrenalinə həyat yaşamışam, sportsmen olmuşam. Bu məni elə bir daha da içimdəkimi coşdururdu da, bir period. Bir period məni elə bir vəziyyətə gətdi, çıxartdı ki. Amma sənin məlumatın yox idi ki, bu nədir? Hə, yox, elə bir güclü məlumatım yox idi. Mənim məlumatım ancaq ondan ibarət idi ki, yəni bu, belə deyək də, harası gedirsən, qardaş, bir işi misal üçün 5 saata görərsənsə, bununla gedirdim, güclü enerji ilə dayanmayırdım, 2 saata yürürdüm. Hə, qardaş, bir də ayıldım ki, sən də məni bağışla, verilən misal üçün mənə ki, ay qardaş, hala bunu sakret eləyirik, bir 10 qram kakosdur, misal üçün, bir 2 qram patıdır, bir də ayıldım ki, mən səhər qalmışam burnum axır, ay səhər qalmışam yoruluyam, ay başım partlayır, halsızam, gün ortaya keçir, qaytarıram. Dedim, bu nə məsələdir, qardaşım, mən çox interesliyəm dedim, dedim, heç nə tərsi, mən dedim, ömrü boyu xəstələnməyən adam idim. Dedilər ki, buraya bir postu dedi, bu dəqiqə dedi, çəkməklik dök. Həmin periodda mən çəkirdim, eləyirdim. Dedilər, çəkməklik yoxumuzdur, vurmaqlıq varımızdır. Dedim, vurmaqlıq nədir? Dedilər, koç, sən lomqalısın, sənin xabarın yoxdur. Gəldim vuranda gördüm anadan gəlmə oldu. Dedim, bu nədir? Kamoy damara, ha? Yox, patqoş. Bir aydı zaten idi, vururdum, dedim, bu nədir məsələn, sən vur görək damara, bu nə olan şeydir. Damara da gətirdi məni elə bir vəziyyətlərə çıxartdı ki, qollarımdakı damarlar yandı. Sistem asmaq belə sonra mənə problem oldu. Pristav elə ki, məni ilan vurub zəhərlənsəm, mənə sistem asıb, mənə dırılda solası adam yoxdur, bilirsən, nətər. Yəni, mənə ancaq gərək gedib narkomaza tapıb eləyələr ki, gəl buna interesli metodlar var, o metodlarla buna sistem zalasaq. Damar yox idi. Yəni, biabırçı metodlardır da, yəni biz onu həmişə axlarımızı qoyub saxlamışıq. Yəni, bir period gəldi ki, o biabırçı metodlardan da istifadə elədik narkotika görə. Hansı ki, fikirləşirdim ki, ömrü boyu, misal üçün, damarımı deşmərəm, zat belə elə, o periodlar var idi. Gəldi bir period oldu ki, damarını deşmək nədir? Damar qalmadı məndə. Damar tapanmayırdım ki, mən mal durum.